Herkese salam, hər vaxtınız xeyir olsun. Soyuducumda qalan kələmləri dəyərləndirmək qərarına gəldim. Qızımın da istəyi ilə borş hazırlayıram. Kələmləri xırda-xırda doğrayıb yuyuram. Kök və çuğundurumu rəndədən keçirirəm. Qazana bulyonumu töküb, üzərinə biraz da su əlavə edirəm. Qeyd etmək istəyirəm ki, bulyonu qaynanam hazırlayıb. Yaxın vaxtda reseptini sizlərlə bölüşəcəm. Doğradığım kartofu, kələmi qazana tökürəm. 3-4 dəfnə yarpağı, qara yumru isotları da qazana töküb qaynamağa buraxıram. Qovrulan soğanlarımın üzərinə kök və çuğunduru əlavə edirəm. Çuğundurdan biraz ayırıb saxlayıram. Zövqə görə acı biber, duz, isot, sarı kök, 1 yemək qaşığı qovrulmuş pomidor töküb yaxşıca qovururam. Daha sonra qaynayan borşumun üzərinə hazırladığım qarışımı töküb biraz da qaynadıram. Hazır olana yaxın saxladığım çuğundurları da töküb 2-3 dəqiqədə qaynadıram. Xırda-xırda doğradığım cəfərləri də tökdükdən sonra artıq hazırdır borşumuz. Hazırlayacaq hər kəsə nuş olsun.